Salam əziz şagirdlər, müəllimlər. Bu gün Könül müəllimənin test toplusundan yeni 8-ci sinif dərsinə əsasən hazırlanmış suallardan baxacağıq. Yəni bitki orqanizmi bölməsində olan suallara baxacağıq. Birinci sual Euler-Verin diaqramında müqayisə edin. Meristem toxumasından parenxim toxumasını müqayisə edib. Adətən vakualları olmur. Bu meristem toxumasına aid daim bölünmə vəziyyətində olduğuna görə onların vakualları olmur. Qılafın azizdir. Qılafın aziz olması hər ikisinə aiddir. Peyk hüceyrələr floema borularına yoldaşlıq edir. Bu parenxim toxumasına aiddir. Bölünmə qabiliyyətdə malikdir meristem toxuması. Daim toxuma qrupuna aid olub. Birdən çox hüceyrə növündən ibarətdir. Biz beşik toxumaları bir törədici toxumaya bölürük. Bir də daimi toxumalar. Daimi toxumalardakı parenxim toxuması da örtükdür, ötürücüdür, mexaniki toxuma bunlar daxildir. Parenxim toxuması daimi toxuma qrupuna aiddir, düzdür. Amma o sadə toxumalara aiddir. Yəni eyni növ, yəni hüceyrələrdən ibarətdir. Birdən çox hüceyrə növündən ibarət deyil. Ona görə də burada düzgün cavabımız olacaq C bəndi. İkinci şəkildə göstərilən proseslə əlaqədar verilən fikirlərdən hansı yanlışdır? Bu sualı sırf ayrıca olaraq izah eləmişəm. Buna video izah var, amma yenə də izah eləyək. Birincidə deyir ki, floema borularına mənbə hüceyrələrdən üzum maddələrin keçməsi floema borularında osmotik təzyiqin artmasına səbəb olur. Düz deyir. Burada bizdə mənbə olaraq məsələn yarpaq göstərilib ki, yarpaqda fotosintez gedir, üzum maddə əmələ gəlir və peyk hüceyrələri vasitəsilə floema borularına bu üzum maddələr daşınır. Sadəcə burada üzum maddələr çox olduğuna görə maddələrin qatılığı çoxdur, amma su yoxdur, həll edici yoxdur. Ona görə də burada osmotik təzyiq artır. Yəni osmotik təzyiq suyun hüceyrəyə osmos yoluyla daxil olması, yəni su qəbul etmək istəyi yaranır. Yəni osmotik də üzum maddə çox olduğuna görə, maddələrin qatılığı çox olduğuna görə, su isə az olduğuna görə osmotik təzyiq artır burada. Burada A bəndində düz deyir. Sonra B bəndində peyk hüceyrələrinin floema borularına üzum maddələri ötürülməsi bu borularda su potensialının azalması səbəb düzdür. Yəni burada üzum maddələrin qatılığı artır, su potensialı azalır. Yəni su və ya da suyun qatılığı azalır. Düzdür burada. C bəndində isə floema borularında su potensialı daha aşağı olduqda su ksilema borularına, floema borularına keçir. Su potensialı daha aşağı olduqda düzdür. Yəni su potensialı azalmış ki, osmotik təzyiq çox imiş ki, su qəbul etmə hissi yaranır ki, istəyi yaranır ki, belə deyək, ksilema borularına, floema borularına su keçir. D bəndində şəkərin floema borularından kökə daşınması boruda osmotik təzyiqi aşağı salır və nəticədə su ksilema borularına qayıdır. Bu da düzdür. Çünki floema borularında burada aşağı artıq su, üzüm maddələr daha doğrusu kökə doğru daşındığına görə burada üzüm maddələrin qatılığı azalır. Su artıq suyun miqdarı artmağa başlayır. Suyun qatlığı. Ona görə də artıq floema borularından ksilema borularına su daşınır. Sonra Y-də isə mənbəyə yaxın olan hissədə su floema borularından ksilema borularına, hovuza yaxın olan sahədə isə su əksinə floema borularına daxil olur. Əksinə, mənbəyə yaxın olan hissədə su kisilemdən floema borularına daxil olur. Hovuza yaxın olan hissədə isə floemdan kisilemə doğru keçir. Burada isə əksinə yazıb. Onun üçün burada olacaq cavab Y bəndi. Təzyiq ilə axın nəzəriyyəsinə görə təzyiq ilə axın nəzəriyyəsi ilə bu izah elədiyimizdir. Yüksək təzyiqli sahədən aşağı təzyiqli sahəyə maye axını yaranır və bu axınla üzum maddələr daşınır. Elə A bəndi düzgün cavabdır. B-də deyir maddə daşınması zamanı əsas hərəkət verici qüvvə diffuziyadır. Yox. C şəkər yarandığı yer hovuz adlanır. Hovuz yox, mənbə adlanır. D-də floemada maddələrin hərəkəti yalnız bir istiqamətlidir. Bir yox, iki istiqamətlidir. Y üzum maddələrin daşınması kisilemlə həyata keçirilir. Üzum maddələrin daşınması kisilem yox, floemla həyata keçirilir. Dördüncü sual verilmiş şəkillə bağlı hansı ifadə yanlışdır? Yeni yaranan kisilem hüceyrələri kombinə fəaliyyəti nəticəsində yaranır, düzdür. Biz bilirik ki, gövdənin qatlanısında qabıq, kombi, oduncaq və özəkdir. Deməli, kombi qabıqla oduncaq arasında yerləşir. Xaricə doğru floemanı, daxilə doğrusu oduncağa əmələ gətirir. B-də yeni yaranan floem hüceyrələri kombinin fəaliyyəti nəticəsində yaranır, düz deyir. C, yalnız kombi hüceyrələri bölünmə qabiliyyətinə malikdir. Bu da doğrudur. D, kombi hüceyrələrin bölünməsi hesabına kök və gövdə uzunluğuna böyür. Uzunluğuna yox, eninə böyür. Kökün də gövdənin də uzunluğuna böyüməsi, məsələn, gövdənin üzərində məsələn təpə meristem olur, onun hesabına bölünür. Yəni eninə böyüməni təmin edir, uzunluğuna böyüməni yox. Y kombi hüceyrələri xaricə doğru floem, daxilə doğrusa ksilem hüceyrələrini yaradır. Bu da düzgün cavabdır. Ona görə səhv cavabı dediyinə görə olacaq cavab variantımız D bəndi.
Mürəkkəb daimi toxuma haqqında hansı ifadəni söyləmək olmaz? Deməli, bilirik ki, daimi toxumalarımız sadə və mürəkkəb olmaqla iki yerə bölünür. Sadə daimi toxumalar eyni növ hüceyrələrdən təşkil olunub, mürəkkəb daimi toxumalar isə bir neçə növ hüceyrədən təşkil olunub. Mürəkkəb daimi toxumalara ksilin boruları və floem boruları daxildir. A maddələrin daşınmasına iştirak edir, düz deyir. Hər ikisi maddənin daşınmasına iştirak edir. Ksilin borularından su və mineral maddələr, floem borularından isə üzüm maddələr daşınır. B ölü hüceyrələrdən təşkil oluna bilər. Düzdür, ksilin boruları ölü hüceyrələrdən təşkil olunmuşdur. C bəndə quruluşu və funksiyasına görə iki növ olur. Dedik, ksilin və floem borularına bölünür. D canlı hüceyrələrdən təşkil oluna bilər. Floem boruları canlı hüceyrələrdən təşkil olunub. Vokalları olmur. Xeyr, bu cavab səhvdir. Y bəndi. 6-da ksilin toxumasından floem toxumasını seçməli. Qalın qılaflıdır. Dedik, ksilin toxuması da ölü hüceyrələrdən ibarətdir. Canlı hüceyrələrdən ibarətdir. Floem boruları yaş halqalarını formalaşdırır. Ksilin boruları aid olduğu borularda maddələrin istiqaməti bir istiqamətli hərəkəti müşahidə olunur ksiliyamada. Aid olduğu borular kökdə sintez olunan amin turşuları gövdə və yarpaqlara çatdırılır. Bu floem borularına aiddir. Daşınmanı həyata keçirir hər ikisi. Onda Y-a aid olacaq yalnız 6, qalın qılaflıdır. X-a aid olacaq 1, 3 və 4, burada 6, 2, 5 olacaq A bəndi. Sonra ksilin boruları uzunlu ara kəsmələr dağılmış və üst-üstə yığılmış ölü hüceyrələrdən ibarətdir. Burada uzunlu ara kəsmələr yox, eyninə ara kəsmələri dağılmış olmalıydı. Hər il kambi tərəfindən ağac gövdəsində qabığın daxilinə doğru əmələ gələrək illik oduncaq halqalarına əmələ gətirir. Burada illik oduncaq halqalarına əmələ gətirir, amma qabığın yox, oduncağın daxilinə doğru olmalıdır. Maddələrin həm yuxarıdan aşağı, həm də aşağıdan yuxarıya istiqamət ötürməsini təmin edir. Dedik ki, ksiliyamda ötürmə bir istiqamətlidir. Aşağıdan yuxarıya doğrudur. Deyək, kökdə sintez olunan amin turşuları gövdə və yarpaqlara çatdırılmasına iştirakı bu dedik floem borularına aiddir. Torpaqda sorulan su və mineral maddələri kökün qabıq hüceyrələrini həm hüceyrələrarası boşluqlarından, həm də hüceyrədən hüceyrə ötürülməsi nəticəsini ötürə bilər. Düzdür, yəni apoplaz və simplaz yolla daşına bilər. Ona görə olacaq Y bəndi. 8-ci sual verilmiş şəkillə bağlı hansı ifadəni söyləmək olmaz? Kök tütükləri, su və mineral maddələr torpaqdan sorumaq üçün kökün uducu səthinin sayısını artırır. Bu düzdür. Sorulan maddələr epitermisdir, qabıq hüceyrələrdir, endoderm ardıcıllığı ilə borucuqlar ötürü. Bu da düzdür. Suda həll olunmuş şəkər və amin turşuları yalnız hüceyrə membranından keçirir. Düzdür. Yəni suda həll olunmuş şəkər və amin turşuları hüceyrə membranlarından keçir. Yəni bir hüceyrədən digər hüceyrəyə keçir. Su və suda həll olunmuş mineral maddələr isə həm hüceyrədən hüceyrəyə keçə bilər, həm də hüceyrəarası boşluqlardan keçə bilər. Deyək, su və mineral maddələr həm hüceyrəarası boşluqlarda, həm də hüceyrədən hüceyrəyə keçə bilər. Bunu dedik. Y hüceyrəarası boşluqlarla daşınan su və mineral maddələr ksiliyama borularına, hüceyrədən hüceyrə membranına keçərək daşınan su və mineralsı floema borularına daxil olur. Xeyr, fərqi yoxdur. Yəni su və mineral maddələrdir. Yəni fərqi yoxdur. Yəni hüceyrədən hüceyrəyə keçir, yoxsa hüceyrəarası boşluqlardan keçir. Su və mineral maddələr daşındığına görə onlar yalnız ksiliyama borularına daşınacaq. Epitermisin hansı hüceyrələrində fotosinez prosesi baş verir? Bunu da bilirik ki, bunu yerinə yetirən ağızcıq hüceyrələrdə olacaq. Cavabımız D bəndi. Uyğunsuzluğu müəyyən edin. Burada ağızcıqların quruluşu göstərilib. Adı deyir, iki paxlavari hüceyrə epitermisin ixtisaslaşması nəticəsində yaranıb. A düzdür və burada da düz yazılıb. Plus qoyulub, ona görə bu düzdür. B deyir, xarici qılafı nazikdir. Xarici qılafı nazikdir, düzdür. Bu da düz qoyub. Daxili qılafı nazikdir. Daxili qılafı nazik deyil, qalındır. C-də səhv qoyub, düz qoyub. Turqor təzyiqin dəyişməsi açılıb bağlanmasına təmin edir. Düz deyir. D bəndi düzdür. Amma burada səhv qoyub. Deməli, cavabımız olacaq D bəndi uyğunsuzluğu deyil. Suda yaşayan su bitkilərində ümumiyyətlə olmur. Düz deyir. Suda yaşayan su bitkilərində olmur. Y düzdür və burada da düz işarəliyib. İşığın intensivliyi və havanın temperaturunun eyni olduğu şəraitdə karbon qazının konsentrasiyası hansı qiymətdə fotosintezin intensivliyi daha yüksək olar? Bu 0,14%-dir. Fotosintezin sürətinin işığın intensivliyindən asılılıq qrafiki müəyyən bir yerə qədər artacaq, daha sonra isə sabit qalacaq. Bu isə uyğun gəlir D bəndinə. 13-cü sual. Kök tütüklərindəki suyun potensialı kökü əhatə edən torpaqdakı suyun potensialından necə fərqlənir? Ümumiyyətlə, kök tütüklərində suyun potensialı az olmalıdır. Yəni, osmotik təzyiq çox olmalıdır. Suyun qatlığı az olmalıdır ki, amma torpaqda əksinə olmalıdır ki,
su torpaqdan kökə doğru qalxsın. Fərqlənmir deyir səhvdir, çoxdur deyir səhvdir. Ona görə də A, G, A-nı çıxırıq, B-ni çıxırıq, D-ni çıxırıq. Fərqlənmir Y-ni çıxırıq. C bəndi azdır. Çünki suyun hüceyrə istiqamətinə hərəkəti yalnız hipotenik mühitdə mümkün olur. Uyğunluğu müəyyən edin. Hidrofit, mezofit və kstrofit bitkilər göstərilmişdir. Yarpaqları geniş və yastı olur. Bu hidrofitə aiddir. Parenxim hüceyrələr arasında böyük boşluqlar olur. Bir də hidrofitə aiddir. Yarpaqların hər iki tərəfində ağızcıqlar olur. Mezofitə aiddir. Yarpaqları orta ölçülü və yastı olur. Mezofitə aiddir. Ehtiyat halında qida və su toplayan gövdə və yarpaq şəkil dəyişməsi o kstrofit quru mühitdə yaşadığı üçün bu uyğunlaşmadır. Hüceyrələri xırda və xloroplastları çox olur. Bu isə kstrofitə aiddir. Deməli 1-ə gedir A ilə B, 2-yə gedir C ilə D, 3-ə isə Y ilə F. Daha sonra 15-ci sual şəkildə qabıq halqası çıxarılan bitki göstərilmişdir. Bununla əlaqədar verilən fikirlərdən hansı doğrudur? Deməli, qabıq halqası burada ksema göstərilir və floema. Qabıq halqası buradan çıxarır. Deməli, buradan qabıq halqasına floema olursa, deməli belə çıxır ki, burada qabıq halqasının çıxarılması ötürücü toxumanın hər iki qrupuna təsir göstərməyəcək. Buradan cavab üzrə izah edeyim birbaşa. Qabıq halqasının çıxarılması alt budaqlara təsir göstərsə də, üst budaqlara o qədər də təsir göstərməyəcək. Çünki üzvü maddələr alt budaqlara ötürülə bilməyəcək. Çünki buradan floema bu hissədə yerləşir. Qabıq qatı da burada çıxarılıbsa, alt budağa təsir göstərəcək ki, ona üzvü maddə ötürülməyəcək də. Amma üst budaqlara heç bir təsir göstərməyəcək. Deməli, qabıq halqasının çıxarılması alt budaqlara təsir göstərsə də, üst budaqlara o qədər təsir göstərməyəcək. Çünki üzvü maddələr alt budaqlara ötürülə bilməyəcək. Amma üst budaqlara ötürülə biləcək. Onun cavabı olacaq C bəndi. Uyğunluğu müəyyən edin. Apikal meristem, yan meristem, interkaryal meristem, meristem toxumasının növləridir. Apikal meristem kökün ucuna, zoğun ucu hissəsində olur. 1-ə gedəcək A ilə D. Sonra yan meristem gövdənin qabıq və oduncaq hissəsi arasında kambidə gövdənin qabıq və oduncaq arasında yerləşir. Bölünmə qabiliyyətinə malikdir. Bu yan meristemdir. Interkaryal meristem isə taxıllarda buğumların dibində olur. 17-ci sual peyk hüceyrələri. Peyk hüceyrələri parenxim hüceyrələrinin bir növü olub, yalnız floema borularına yoldaşlıq edir. Cavabımız olacaq A bəndi. Epidermis və mantar çox qatlıdır. Bu mantara aid uyğunsuzluğu müəyyən etməliyik. 1-ə düz yazıb. Qazlar mübadiləsini pasiv şəkildə həyata keçirilir. Mantara aid burada mərciməklər var. 2-də düzdür. Yarpaqların səthini örtür. Yarpaqların səthini örtən epidermisdə düzdür. 3 aid, yəni 3-ü epidermis aid edib. Bu da düzdür. Zoğun üzərini örtüb yalnız mantara aid edib, amma zoğun üzərini hər ikisinə aid etməliydi. Yəni ortaq olaraq yazılmalıydı. Örtük toxuması da hər ikisi örtük toxumasıdır. Burada da hər ikisini örtük toxumasına aid edib. İxtisaslaşaraq hidatotlar əmələ gətirir. Bu isə epidermis aiddir və düz yazıb burada da. Yəni epidermis aid edib altında. Onun üçün cavabımız olacaq. Yalnız 4 D bəndi. Yay oduncağı və yaz oduncağından, yaz oduncağından fərqləndirən cəhət deyirsə, ümumiyyətlə yazda hüceyrələr bir-birlərindən aralıda yerləşinə görə açıq rəngi görsənir, amma yay oduncağında hüceyrələr bir-birinə sıx yerləşinə görə tünd rəngi görsənir. Deməli, iri ölçülü olması yaz oduncağına aiddir. Yazı yaydan fərqləndirən xüsusiyyətdir. Bu, açıq rəngi olması, bu da yazı yaydan fərqləndirəndir. Sıx yerləşməsi düzdür. İllik halqalara əmələ gətirməsi və kombinin hesabına yaranması. Bu, hamısı oduncağa aid olduğuna görə istir yaz olsun, istir yay oduncağı. Bu, hər ikisinə aiddir. Ona görə D ilə Y, yəni orta xüsusiyyətdir. Bir-birlərindən fərqləndirmir. Cavabımız olacaq sıx yerləşməsi C bəndi. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Burada doğru yanlış fikirlər deyilib. Uyğunsuzluq nə deməkdir? Doğrunun altından yanlış fikri seçməliyəm. Yanlışın altından doğru fikri seçməliyəm. Uyğunluğu seç desəydə doğrunun altından doğru, yanlışın altından yanlış seçir. İndi bizdə uyğunsuzluq dediyinə görə doğrunun altından yanlışı seçməliyik. Havada rütubət çox, suyun sorulması zəif olduqda baş verir. Havada rütubət çox, suyun sorulması da qüvvətli olduqda baş verir. Qutda isə bu səhvdir. Deməli, mən də doğrunun altından yanlışı seçməliyəm. Onca biri seçəcəm. Yazda səhər tezə müşahidə etmək mümkündür. Mümkündür, bu doğrudur. Doğrunun altından doğru yazıb. 3 yanlış, 3. Deməli, yanlışın altından görən yazıb. Ağızcıqlar vasitəsilə həyata keçirilir. Ağızcıqlar vasitəsilə həyata keçirilmir. Bu hidatotlar, yarpaqların kənarında hidatotlar olur. Onun vasitəsilə keçirilir. Yanlışdır.
4. Açılıb bağlana bilən hidatot adlanan strukturlardan suyun damcılaş şəklində ayrılması. Hidatotlar daim açıq olur. Bu da yanlışdır. İndi mən uyğunsuzluq dediyinə görə yanlışın altından doğrunu seçməliydim. Burada da doğru olmadığına görə bunların heç birini seçməyəcəm. Onda yalnız olacaq 1. Verilən ifadələrdən doğru olanları seçin. Ksilem boruları cansız hüceyrələrdən təşkil edildiyinə görə suyun hərəkətinə müqavimət göstərmir və fluemaya nisbətən maddələr daha sürətli daşınır. Düzdür. Bir düzdür. Hündür gövdəli ağaclarda suyun yuxarıya doğru hərəkətində kök təzyiqi və kapilyarlıq əsas amil, yarpağın sorucu qüvvəsi köməkçi amildir. Əksinə yarpağın sorucu qüvvəsi əsas amildir. Bu səhvdir. Fotosintez və buxarlanma zamanı yarpağın mezofil hüceyrələrində osmotik təzyiq azalır və yarpağın su potensialı artır. Bu da suyun hərəkətinə səbəb olur. Suyun potensialı osmotik təzyiq azalır. Osmotik təzyiq azalmır. Əksinə osmotik təzyiq artır. Su potensialı azalır, osmotik təzyiq artır ki, yəni bu da su udma istəyini artırır. Bu da səhvdir. Deməli 2 ilə 3 səhv oldu. Transpirasiya nəticəsində yarpaqda soruculuq qüvvə yaranır və kök tüccarının torpaqdan su və həll olunmuş maddələrin soruması sürətlərini düzdür. 1-4 düzdür. 5-ə baxaq. Su və mineral maddələrin daşınmasını təmin etmək üçün ksilem boruları peyk hüceyrələrlə yoldaşlıq etməlidir. Ksilem boruları peyk hüceyrələrinə yoldaşlıq etmir. Fluem boruları peyk hüceyrələrinə yoldaşlıq edir. Doğru dediyinə görə 1 və 4 olacaq. Verilənlərdən neçəsi transpirasiya sürətinin azalmasına səbəb olur? Temperatur həddən artıq yüksəlməsi. Temperaturun həddən artıq yüksəlməsi transpirasiyanı sürətləndirər, zəiflətməz. İsti olmalıdır, daha çox buxarlanma baş versin. Rütubətin artması azalmasına səbəb ola bilər. İşıq intensivinin artması əksinə artmasına səbəb ola bilər. Küləyin sürətlənməsi buxarlanmanı artırır. Ağızlıq sayının çox olması da artırır. Ağızlıqların daha dərində yerləşməsi azaltmasına səbəb ola bilər. İndi say baxımından neçəsinin dediyinə görə ikisi olacaq. 1 ilə 6 B bəndi. Əgər suyun borularla hərəkətinin yalnız kapilyarlıq sayəsində olduğunu nəzərə alsaq, verilən zoğlarda suyun qalxma hündürlüyünü çoxdan aza doğru düzün. Kapilyarlıq hadisəsində demək ki, boru nə qədər naziksə, su o qədər hündürə qalxır. Borunun diametri enlidirsə, su daha az hündürə qalxır. Burada da baxırıq ki, nisbətən daha dar olan birincidir, sonra üçüncü, sonra ikinci. Bizə deyir, suyun qalxma hündürlüyü çoxdan aza doğru olsun. Onda ən çox qalxacaq 1-ə, sonra qalxacaq 3, sonra olacaq 2A bəndi. Ksilem borularında daşınma, atmosfer, ümumiyyətlə ksilem borularında daşınma həm atmosfer təzyiqinin, həm də yerin cazibə qüvvəsinin əksinə istiqamətində olacaq. Çünki o su kökdən yarpağa doğru, yuxarıya doğru qalxır. Uyğunluğu müəyyən edən suyun yuxarıya doğru daşınmasına köməkçi amil, suyun yuxarıya doğru daşınmasında əsas amil. Deməli, burada kök təzyiqinə kapilyarlıq hadisəsi köməkçi amildir. Əsas amil kimi isə yarpağın soruculuq qüvvəsinə transpirasiya aiddir. 26-cı sual. Örtük toxumasının kutqulunla bağlı düzgün fikirlər seçməliyik. Örtük toxumasının hüceyrələrdir. Bu yanlışdır. Düz deyil. Birə də səhv qoyub. Çünki bu kutqulla örtük toxumasının bir necə deyim, qoruyucu funksiyanı yerinə yetirən bir qatıdır, belə deyək. Yəni sırf örtük toxumasının hüceyrələridir desək səhvdir. Bir səhvdə də səhv qoyub, işığın keçməsinə mane olur. İşığın keçməsinə heç bir mane törətmir. Səhvdir, amma burada düz qoyub. Kök və yarpaq epidermisində olur, kök epidermisində olmur. Səhvdir, səhvdə qoyub. Qalınlığı bitkinin yaşadığı iqlimə görə müxtəlif ola bilər, düz də ola bilər. Və burada da plus qoyub. Bir dənə 2-nin işarəsi səhv qoyulub. 1, 3, 4 düz. Ona görə cavabımız olacaq D bəndi. Epidermisin xarici çıxıntıları olan tükçüklər haqqında hansı ifadəni söyləmək olmaz? Örtük funksiyası həyata keçirə bilər. İfrazat funksiyasını həyata keçirə bilər müdafiədə. Yalnız bir hüceyrəli olur, səhvdir. Yalnız bir hüceyrəli olmur. Bir hüceyrəli və çox hüceyrəli ola bilər. Ona görə cavabımız olacaq D bəndi. Sonra 28 cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğru və yanlış. Fluemada daşımaq sistemadan daha yavaş gedir. Düzdür. Uyğunluğu müəyyən edin dediyinəcə doğrunun altına doğrunu, yanlışın altındansa yanlışı seçəcəyik. Deməli, fluemada daşımaq sistemadan daha yavaş olur. Düzdür. Çünki burada üzüm maddələr daşınır və fluemada həm yarpaqdan kökə, həm də kökdən yarpağa doğru maddə daşındığına görə maddələr bir üzüm maddələri bir-birinə toqquşduğuna rastlaşdığına görə orada nisbətən sürət daha zəif olur və üzüm maddə daşınır.
İkili floemada daşıma iki istiqamətlidir. İndi qeyd etdik. 1-2 doğrudur. İndi yanlışa baxaq. Eyni bir orqan mövzusundan asılı olaraq həm mənbə, həm də hovuz rolunu oynaya bilər. Düz deyil. Məsələn dedik, soğanaqlarda, kök yumrularda mövzusundan asılı olaraq həm mənbə, həm hovuz rolunu oynaya bilər. Mənbə dedik ki, üzvü maddənin əmələ gəldiyi yerdir. Hovuz isə istifadə edildiyi və ehtiyatla toplanıldığı yerdir. 4. Üzvü maddənin istifadə edildiyi və saxlanıldığı köklər və meyvələr, don hüceyrələr, hovuz hüceyrələrdə bu da doğrudur. Gördük, yanlışın da altından doğrular yazdı, amma biz yanlışın altından yanlış seçməkdir. Onun üçün burada doğrunun altından doğru seçəcəyik. 1 və 2 olacaq. Cavabımız A bəndi. Törədici toxuma iri ölçülü qalın qılaflıdır. Qalın qılaflı deyil, nazik qılaflıdır. Daim bölündüyü üçün stoplazma az, nüvəsi isə kiçikdir. Stoplazması az deyil, əksinə çoxdur. İri vakuallara malikdir. Bölünmə vəziyyətində olduğuna görə vakualları yəni iri deyil. Sonra hüceyrəarası boşluqları yoxdur. Hüceyrəarası boşluqları yoxdur. Bu düzdür. Deməli, hüceyrələrin hamısı ixtisaslaşır. Daimi toxumalara əmələ gətir. Daimi toxumalara hamısı ixtisaslaşmır. Bəzi hüceyrələri, məsələn, meristem toxuması, meristos sözünün mənası bölünən deməkdir. O daim bölünmə vəziyyətində olur. Yəni hamısı ixtisaslaşır desə səhvdir. Ona görə olacaq ki, iri vakualları var. Bunu dedik ki, iri vakuallar yoxdur, kiçikdir. Hüceyrəarası boşluqları yoxdur. Cavabımız olacaq bu D bəndi. 30-cu sual, bitkinin bütün orqanlarının strukturlarında rast gəlinən toxuma qrupu, yəni əsas toxuma, digər toxumalara başlanğıc verən toxuma qrupundan, yəni törədici toxumadan nə ilə fərqlənir? Stoplazma ilə zənci olması, hər ikisindən stoplazma var, bir-birindən fərqləndirmir. Nazik qılaflı hüceyrələrdən ibarət olması, bu əsas toxumadan da törədici toxumada xüsusiyyətlər, hər ikisi nazik qılaflıdır, fərqləndirmir. Canlı hüceyrələrdən ibarət olmaması, yəni ikisi də canlı hüceyrələrdir. Bölünmə qabiliyyətinə malik olması, bölünmə qabiliyyətinə törədici toxumanın hüceyrələri malikdir. Fotosintez prosesinin həyata keçirilməsi, bu əsas toxumanın hüceyrələrinə aiddir. 31-ci sual, hansı hüceyrələr öz funksiyasını yalnız enini ara kəsmələr və hüceyrə möhtəviyyatı dağıldıqdan sonra yerinə yetirir, yəni ksema borularını demək istəyir. Kombinin fəaliyyəti nəticəsində qabığa doğru yox, oduncağa doğru yaranan hüceyrələr olmalıdır. Kombinin fəaliyyəti nəticəsində oduncağın daxilinə doğru əmələ gələn hüceyrələr B bəndi, bu düzdür. Daha sonra uyğunluğu müəyyən edin, fotosintezə təsir edən xarici. 32. Uyğunlaşdırın, fotosintezə təsir edən xarici amillər və fotosintezə təsir edən daxili amillər. Bitkinin yaşı, stoplazmanın tərkibi, xlorofilin tərkibi daxili amillərdir. Suyu miqdarı və temperatur isə xarici amillərdir. Doğru variantı seçin. Kombi hüceyrələr uzunluğa böyüməni təmin edir. Uzunluğa yox, eninə böyüməni təmin edir. Oduncaq borularının uzunluğa ara kəsmələr dağılmışdır. Uzunluğa yox, eninə ara kəsmələr dağılmışdır. Kök tükləri epitermisin ixtisaslaşmamış, yox, ixtisaslaşmış uzun çıxıntısıdır. Kök üsküyü hüceyrələri bölünərək zədələnmiş hissələr bərpa kök üsküyü kökün ucunu örtür və o torpağın dərin qatlarına doğru getdikcə suxurlarla rastlaşır, sürtünür. Yəni dağılır, yenidən bərpa olunur. Yəni özü əsas toxuma hüceyrəsi, əsas toxuma qrupuna törədici toxumanın hüceyrələri tərəfindən yenilənir. Yəni bölünərək sözü dediyinə görə səhvdir. Zoğun ucunda törədici toxuma tumurcuqlarda yerləşir və tumurcuğun hissələr qorunur. Bu isə düzgündür. Ona cavabımız orada olacaq. Y bəndi. Hansı rəqəmlə verilən hissədə maddələrin şaquli istiqamətdə daşınmasını təmin edən canlı hüceyrələr yerləşir? Şaquli istiqamətdə daşınma canlı hüceyrələr. Burada floema nəzərdə tutulur. Buradakı şəkildə 1 ilə göstərilmişdir. Bunu düzəldim. 1 ilə göstərilmişdir burada. Orada yalnız bir D bəndi. Hansı boşluğa bütün sözünü əlavə etmək olar? Parenxim toxumasının bütün hüceyrələri fotosintezi həyata keçirilir. Yox, yəni əsas toxumanın bütün hüceyrələri fotosintez edir deyə bilmərik. Törədici toxumanın bütün hüceyrələri meristem vəziyyətində qalır. Xeyr, bir hissəsi daimi toxumalara başlanğıc verir. S. Örtü toxumasının bütün hüceyrələri cansızdır. Yox, məsələn, dərici hüceyrələrdir. Bunlar canlı hüceyrələrdən təşkil olunmuşdur. Mantar, məsələn, ölü hüceyrədir. Mexaniki toxumanın bütün hüceyrələri canlıdır. Xeyr, mexaniki toxumanın deyirik, əsasən ölü hüceyrələrdən ibarətdir, amma canlı hüceyrələr də var. Amma biz deyirik, əsasən ölü hüceyrələrdən təşkil olunmuşdur. Ksema toxumasından bütün hüceyrələr ölüdür. Yəni cansızdır, bunu deyə bilərik. Ona görə cavabımız olacaq Y bəndi. Ağızcıqlarda turqor təzyiqin dəyişməsinə bilavasitə təsir etməyən amil hansıdır? Kalium miqdarıdır, pH-dır, tənəffüsdür, fotosintez. Bunlar hər biri təsir göstərir, amma bitkinin yaşına görə boy uzunluğu bunun yəni əlaqəsi yoxdur. Bu təsir göstərmir.
Fotosintezin baş verməsi üçün lazım olan maddələrdən biri olan suyun bu prosesi təsiri hansı variantda düzgün göstərilməyib? A bəndə suyun miqdarı fotosintezin sürətinə birbaşa təsir göstərir, düzdür. Suyun miqdarı dolayı yolla da təsir göstərir, bu da düzdür. Suyun miqdarı artdıqca fotosintezin sürəti sonsuza qədər artmır, müəyyən bir yerə qədər artır, daha sonra sabit qalır. Suyun udulması aşağı olduqda ağızcıqların qapayıcı hüceyrə bağlanır və fotosintez zəifləyir. Düzdür, əgər suyun udulması azdırsa, bu dolayı yolla da təsir deyə bilərik ki, suyun udulması azdırsa əgər, onda bitki artıq su itkisinin qarşısını almaq üçün ağızcıq hüceyrəyə, qapayıcı hüceyrələr bağlanacaq. Əgər qapayıcı hüceyrələr bağlanırsa, onda karbon qazının udulması da zəifləyəcək. Karbon qazının udulması zəifləyirsə, onda fotosintez prosesi də zəifləyəcək. Daha sonra Y-də də nə deyirdi? Su itkisinin qarşısını almaq üçün qapayıcı hüceyrələrin bağlanması suyun miqdarına fotosintez sürətinə dolayı təsir edir. Bu izah elədiyim Y bəndidir, o da düzdür. 38. Bitkidə bəzi orqanlar mövzusundan asılı olaraq üzv maddələr üçün həm mənbə, həm də hovuz rolunu oynaya bilər. Hansı orqan adətən mənbə rolunu oynamır? Gövdə şəkil dəyişməsidir, kökdür, mənbə rolunu da oynaya bilər. Sonra yarpaqlardır, meyvələrdir, bunlar da mənbə rolunu oynaya bilər. Məsələn, ehtiyat qida maddəsi, yəni toplanır, yarpaqda fotosintez gedir, üzv maddə əmələ gəlir. Amma çiçək, yəni mənbə rolunu oynamayacaq. Daha sonra 39. Floemada maddələrin daşınma sürətinin ksilemadan daha yavaş olmasının əsas fizioloji səbəbi bu osmotik təzyiqlə əlaqəlidir və aktiv nəql prosesinə əlaqəlidir. A bəndidir. Floemada maddələrin hərəkətinə müqavimət yoxdur. Xeyr, əksinə bu ksilem borular ölü hüceyrələrdən ibarətdir. Su elə bir ki, aşağıdan yuxarıya doğru qalxdıqca ksilem boruları ölü hüceyrələrdən ibarət, o suyun hərəkətinə heç bir müqavimət göstərmir də. Amma floem borularında yəni bu hal yoxdur. Kisilemada suyun hərəkəti yalnız kök təzyiqi ilə təmin olunur. Bu da xeyr. Floemada maddələrin pasiv diffuziya ilə əlaqəli deyil. Floemada maddənin hərəkəti yalnız yuxarıdan aşağıdır. Xeyr, yuxarıdan aşağı deyil, həm də aşağıdan yuxarıya doğrudur. Kisilemdə suyun hərəkətinin səbəbi odur ki, yəni su molekulları arasında cazibə qüvvəsi yaranır. Sular kisilemanın divarlarına yapışaraq, yəni yuxarıya doğru qalxır və kisilem borularında hüceyrələri ölü olduğuna görə suyun hərəkətindən müqavimət göstərmir. 40-da kök hüceyrələrində sintez olunan amin turşuları və digər azotlu üzv molekullar yuxarıdan aşağıya doğru floem borularla hərəkət edir. Yuxarıdan aşağıya doğru deyil, aşağıdan yuxarıya doğrudur. Aşağıdan yuxarıya doğru ksilem borularla yox, floem borularla hərəkət edir. Kökün qabaq hüceyrələrindəki hüceyrəsi boşluqlarla, hüceyrəsi boşluqlarla yox, hüceyrədən hüceyrəyə keçir. Hüceyrə membranlarına, bir hüceyrə membrandan digər hüceyrə membranına keçir. Kökün qabaq hüceyrələrindəki hüceyrə membranları ilə ksilema borularına çatır. Ksilem yox, floemla və kökün qabaq hüceyrələrindəki hüceyrə membrandan keçərək floema borularına çatdırır. Bəli, düzgün cavabımız budur. Bugün Könül Məmmədovanın test toplusundan bitki orqanizmi bölməsindən 40 sualın izahına baxdıq.